mən Nuhiyev Turxan. Mən bugün koala haqqında məlumat verəcəm. Koala Avstraliya materikində evkalipt meşələrində yaşayan məməli heyvandır. Qəhvəyi boz rəngdədir. 60-85 sm uzunluğu, çəkisi isə 4-15 kiloqram olur. Bəzi heyvanlar sürü kimi yaşayır. Koala isə tək şəkildə yaşayır. Günün çoxsunu ağac üzərində yatır. Buna görə də onu bəzən tənbəl heyvan kimi də adlandırırlar və o 20 il yaşaya bilir. Koala evkalipt ağacının yarpaqlarını yeyir. Gündə 1 kiloqram yarpaq yeyir. İndi isə koalanın maraqlı məlumatlarını danışacağam. Birinci maraqlı məlumat, koala kisəli heyvandır və balalarını kisəsində böyüdür. İkinci maraqlı məlumat, koalalar günün 20 saatını yataraq, qalan 4 saatını isə oyaq qalaraq yaşayır. Üçüncü maraqlı məlumat, koalaların da insanlar kimi barmaq izləri var. Dördüncü maraqlı məlumat, koalalar su içmir, amma yediyi yaş yarpaqlardan su ehtiyacını ödəyir. Məni izlədiyiniz üçün sizə təşəkkür edirəm.